Bundan əvvəlki videonu izah elədim. Bir dənə də bunu izah edəcəm. Çünki iki variant olaraq da imtahan eləmişik. İkinci günün imtahanıdır. 9-cu sinifləri. Deməli, hansı qayda lazım olsa qaydanı bu tərəfdən yazacağım. Və həlləri də burada eləmiş olacağım. X ədədin üzərinə 27 əlavə eləsəm, X ədədin üzərinə 27 əlavə eləsəm, 60-dan 37 vahid böyükdür. Nə edəcəm? Toplayacağım. X üstəgəl 27 bərabərdir 97. X-i də buradan tapanda 97 çıxılsın 27, X də bərabərdir 70. Demişdim, cavabı bu şəkildə burada yazmaq lazımdır. 70. 97-dir. Çatlı, rahat oldu mu? 2. A ədədini 5-ə bölükdə qalıqda 3 alınır. 5 üstə gəlirsin 3. A bərabərdir 8. Aparıb burada yerinə qoyacağım. 4 vurulsun 8 üstə gəl 2. 34. Bizdən də deyir ki, 34-ü 5-ə böldükdə 6 düşür. 4 qalıq qalır. Cavabımız nə oldu? 4. Ədədin natural bölənlərinin sayını tapın dedikdə, ədədi sadə vurğularına ayırıb, natural üslü qüvvə şəklində yazıram. Üstlərinə 1 gəlirəm. Bir də vururam. İndi o şeyi bura tətbiq edək. 360-ı nə edəcəm? Sadə vurğularına ayıracam. 360-ı sadə vurğularına ayırsam 2, 180, 2, 90, 2. Deməli, 2-dən 3 dənə, 3-dən 2 dənə, 5-dən 1 dənə. Deməli, 3 üstə gəl 1, 2 üstə gəl 1, 1 üstə gəl 1. Bərabərdir. 4 vur, 3 vur, 2. 24. Deməli, cavabımız olacaq 24. Aydındır? Sonra keçirəm bu birisi. Demişdim, həm A-ya, həm B-yə böldükdə qalıqda C alınan ədəddirsə, ək o AB üstəgəl C. Həm 40-a, həm 15-ə böldükdə deyəndə ək o 10 tapacaq. Ək o həm 40-a, həm 15-ə böldükdə qalıqda 3 alır. Deməli, 40-la 15-in nəyini tapacaq? Deməli, 40-ı vuracam nəyə? 3-ə, üstə gələcəm 3. Eləcək 120. Cavabımız olacaq. İmtihanda da bu şəkildə, növbəti imtihanlarda da bu şəkildə yazırıq. Yaxşı? Sonra, 5-ci sual. Ədədlərdən deyin neçəsi bərabərdir? 3-də 1, 9-da 27 gedəndə 3-də 2 eləyir. Bərabərdir. 27-də 8 eləyir. 3-də 1 eləyir. 3-də 1. 9-a qısa aparanda 3-də 1. Deməli, bu da bərabərdir. Sonra 18-də 6. Bu da 3-də 1 edir. 8-də 24, bu da 3-də 1 edir. Neçə dənə? 4 dənə. Cavabımız olacaq 4. Sadə bir şey. B-də ayırdı yoxsa bizdə? Ha? B-də ayırdı. Ola bilər, yadımda deyil. İndi bu birisi. Nə təşərlanır burada? 0, 18. Bu dedik 99'da 18. Bu da 9'a kısa gelir 11'de 2. Cevabımız olacak 11'de 2. A ve B çoxlular üçün n A bərabər 8, n B 7 olarsa A birləşib n ala biləcək. Birləşməsinin ən böyük qiymət alması üçün uşaqlar kəsişməməlidir. Bu 8'dir, bu da 7'dir. Ən böyük olması üçün nə olacaq? Bu ikisinin cəmi 15. 15. Aydındır. Sonra. Axırda baxar. Sonra. 2'də
9 vurulsun. 9'da 8 çıxılsın. Üstə 16 bölünsün. Üstə 32. Gəlin bunu silək. Niyə bunu belə yazdım? Demişdim ki, C üstə gəlinsin A-da B olacaq nə? C tam A-da B. Bu da qarışıq ədədir. Düzgün olmayan kəsrə çevriləndə C-ni vururam A-ya, üstə gəlirəm B. Deməli, bərabərdir. 9'lar gedir, 2 ilə 8 gedir, 4, 1. 1, 1. 4 çıxılsın. Üstə 16 vurulsun. 32'də 3. Üstə gedir, 16 bu 1, bu da 2. 4 çıxılsın 2'də 1, yəni 4 çıxılsın 0,5 bərabərdir 3,5. Və yaxud yaza bilərsən 3,2'də 1 və yaxud da 2'də 7. Cavabımız oldu 3,5. 9-cu sual. Deməli uşaqlar, mən sizə burada bir şey öyrətmişdim ki, ya 0,4 nə deməkdir? 5'də 2 və yaxud da 5'də 3 nə deməkdir? İndi bunun hansı daha sizə rahatsa onu edin. 54,4'ünüzdə gəlsəm 44,6 nə? 6. 0, 9, 9. 99'u vursam 9'da 1'ə edir 11. Üstə də gələcəm 12,1. 12,1'in üstə 11 gəlsəm, tamın altda yazırlar. 1, 0, 3, 2, 23,1. Cavabımız olacaq 23,1. Sonra bu qaydanı keçmişdim, yadınıza gəlirsə. K-larla olan qaydanı keçmişdim. A'mız nəyə bərabərdir? A'mız 2K, Z ilə B'miz. Deməli, əkop 2K, 5K üstə gəlinsin. Əbob 2K, 5K bərabərdir 99. K-nı çıxarsan bura. Əkop 2, 5 üstə gəl. Əbob 2, 5 bərabərdir 99. Əkop 2 ilə 5'in qarşılıqlı sadələtdir 10K. Əbobu qarşılıqlı sadələtdir 1K 99. Necə müəllim 8 oxşuyur. 11K bərabərdir 99. K bərabərdir 9. K'mız 9'dur. Aparıb yerinə yazsaq. 2 vur 9, 18. 5 vur 9, 45. Hətta demişdim ki, uşaqlar, bu nədir? İmtihana düşəcək. B'nin adan nisbət fərqi 45 çıxılsın 18, 27. Deməli, cavabımız oldu nə? 27. Aydındır. Sonra keçək növbəti 11-ci suala. Məxrəci 182 olan neçə ixtisar olunan düzgün kəsir var? Birinci düstur demişdim ki, ədədi sadəlıqlarına ayırıram. Natural üslubu və şəklində yazıram. Bu tapdığımız ixtisar olunmayandır. Yenə də burada izah edəcəm. 182'ni sadəlıqlara ayıracam. 91, 7'yə 13, 13'ə 1. 2 vurulsun 7 vurulsun 13 vurulsun 1 çıx 2'də 1. 1 çıxılsın 7'də 1, 1 çıxılsın 13'də 1. Bərabərdir. 2 vurulsun 7 vurulsun 13 vurulsun 2'də 1 vurulsun 7'də 6 vurulsun 13'də 12 bərabərdir. 2'lər gedir, 7'lər gedir, 13'lər gedir. Alt dəfə 12, 72. Hə, uşaqlar, demişdim 72 dənə ixtisar olunmayandır. 72 dənə nədir? Olunmayan. Birinci tapdığımız o. Və olunan nədir? Demişdik məxrəci 182'dən 100. Bir dənə ixtisar olunan var. 72'nin çıxanda olacaq 109 dənə də 109 mu edir? Cavabımız olacaq 109. Onu bakarım.
60 olunmayan deyirsə 72 dənə hətta. İzah elədim yeni sual. Eyni sualda olunmayan deyirsə cavab 72-dir. Olunmayan 72 dənə. Sadəcə bunda olunan yazdım. Olunan 109 dənə. Deməli səhv hesablamısan da. Azərbaycan dilində başa düşmə. Deməli səhv hesablamısan. 182, 91, 91, 91-ə bölünür. 91, 7-yə bölünür. Onu şeydir. Hə. 12. 36 ilə 48-i sadə ruhlara ayırıram. 18, 2-yə 9, 3-ə 3, 3-ə 1. 48, 2-yə 24, 2-yə 12, 2-yə 6, 2-yə 3, 3-ə 1. Hər ikisində nə var? 2. Hər ikisində nə var? 2. Hər ikisində nə var? 3. Deməli, ək o bu 48-i vuracaq. 3-ə üstə gələcəm. 2 vur, 2 vur 3. 144 üstə gəl. 12 bərabər 156. Cavabımız olacaq 156. 156 yazmışım. Aha. Ne, harda? Sən bu çatır, demişəm ki, nəyin üçün də yazılır? İştətdə. Burada görsən, hər dəfə harda yazıram? Çünki deyilən şeydə fikir, dəstə olmayan harda yazılmasan? Mən orada harda axtarım tapım işlən cavabını görüm nədir? Sonra 13-cü sual. 13-cü sual yenə qaydamızı bilmək lazımdır. Demişdik, A ədədini B-yə böldükdə natamam qismətçi qalıqda irə alırsa, demişdim, bölünəni tapmaq üçün böləni natamam qismətə vurub, üzərində qalıq gəlir. İndi ədədi 16-ya böldükdə A-nı, 16-ya böldükdə natamam qismət 4, qalıqda nə alır? 5. A bərabərdir, 16 vur 4. A da bərabərdir 69. Cavabımız oldu 69. Sonra bunu həm düsturla yaza bilərəm, həm də Beyli-Venn diaqramına yaza bilərəm. Düsturumuz var idi, N alman birləşir İngiliz. Nəyə bərabərdir? N alman üstəgəl N İngiliz çıxılsın, N almanla İngiliz'i aparıb yerinə qoysam 16 üstəgəl 20 çıxılsın 6 bərabərdir 30. Ya belə, ya da Euler-Venn diaqramını yazaram. Euler-Venn diaqramından Alman, İngiliz. Hər ikisinə gedənlər sayı nə qədərdir? 6. Turistlərdən 16-sı Almandırsa, bura qalır yalnız Alman 10, İngilislərdənsə 14. N Almanla İngilizin hamısını istəyir. Nə olacaq? 10 üstəgəl 6 üstəgəl 14 30. Cavabımız oldu 30. Aydındır mı? Sonra keçirəm 2 briqada, birlikdə 2 briqadada birlikdə neçə işçi var? Deməli, birinci briqada, ikinci briqada. Birinci briqadada işçilərin sayı, ikinci briqadada işçilərin sayının 8-də 3-üdür. İkincidə x-dirsə, birincidə nə qədərdir? 8-də 3-2. Toplam nə qədərdir? 44. Bizdə bu nə deməkdir? 8-də 8. Hətta demişdim ki, izah edəndə bu nəyə düşür? Keçən il 9-cu sinifin buraxılış imtahanından düşmüşdür. Beləcək 8-də 11 x bərabərdir 44. X də bərabərdir 44 bölünsün 8-də 11. Bu da bərabərdir 44 vurulsun 11-də 8. Bundan bu gedir 4, 32. Deməli, ikinci briqadada 32 işçi var. Birinci briqadada 12. Çünki 44-dən 32 çıxanda birinci briqadadakı işçilərin sayını soruşur. Nə olacaq? 12 olmuş olacaq. Sonra 3,8 bunun buna böləndə nə edir? 2 13,4 vurulsun. Bundan bu nə edirlər? Mənfi 0,2 bərabərdir. 7,6 çıxılsın. 2,68 bu dedir. 4,92 mi edir? Gəlin 7,6-dan 2,68 çıxmış olacaq. 10-dan 8 çıxanda 2,
9, 4'dən bizə 92. Aydındır. Problem yoxdur ki. Keçək növbəti suallara. 17. Yadınızdadırsa riyaziyyat yazdırmışdım. Bəli, A bərabərdir. Bir dənə M var, bir dənə Ə var, bir dənə H var, bir dənə R var. Və sana. Visso. Sayını soruşur 4 dənə. Cavab olacaq 4. Sonra 3 ardıcıl natural ədədin cəmi 75'dir. Birincisi n'dir, ikincisi n üstəgəl 1'dir, üçüncüsü n üstəgəl 2'dir. Bu üçünün cəmi 3n üstəgələsin 3 bərabərdir, 75'dir. 3n bərabərdir, 75 çıxılsın 3. 3n bərabərdir, 72. n bərabərdir, 72'nin 3'ə böləndə 24. Birinci 24'dür, ikinci 25'dir, üçüncü 26'dır. 24'ü 26'ya vursam 624. Deməli, cavab olacaq 624. Sonra sonlu olmuş kəsir. Mən sizə demişdim ki, sonlu olmuş kəsir məxrəc ancaq 2 və ancaq 5 vurumundan ibarət olmalıdır. 420 sadəqlıqları ayıracaq. Bizə lazım 2'yə böləndə 210, 2'yə bölsəm 105, 3'ə bölsəm 35, 5'ə bölsəm 7, 7'yə bölsəm 1. Deməli, 2 vur 2, vur 5. Məxrəci 20 olan neçə düzgün kəsir var? 19 dənə. Cavabımız olacaq 19. Sonra 20-ci sual. 3 ədədin cəmi 36'dır. Yəni, x üstəgəl, y üstəgəl, z nəyə bərabərdir? 36. 2x deyil bu cəmin 36 nəyinə bərabərdir? 9'da 4'ünə. Bunlar gedir 16. Y nəyə bərabərdir bu cəmin? 36'nın 4'də 1'də. Bu da 9. Deməli, 16 üstəgəl 9 üstəgəl z bərabərdir 36. 25 üstəgəlisin z bərabərdir 36. 36'dan da 25 çıxsa 11. Cavabımız nə olacaq? 11. Sonra dərs keçmişdir ki, əgər AB ardıcıl natural ədəddirsə, bunlar nədir? Qarşılıqlı sadə ədəddir. Qarşılıqlı sadə ədədlərin əbobu 1'ə, əkobu isə onların hasilinə bərabərdir. Deməli, birincidə əkob AB 2 vurulsun AB çıxılsın 3 vurulsun 1 bərabərdir 57. 2 AB bərabərdir 60. Bildinizdə 57 üstə gəlir. AB də bərabərdir 62'ye böləndə 30. Cavabımız oldu 30. Sonra yazmağa ehtiyac yoxdur. Evdə atacağım hər ikisini. Videosunu atacağım. Sualları birinci yazın, sonra videosuna baxın. Yazın. Görün ki, videonu durdurun. Misal üçün. Həll edin. Gördünüz, yazanmadınız. Ekranda durmaq lazımdır. Yaxşı. Ben de şöyle ama sonra x'in hansı natural qiymətlərində x bölünsün 7 kəsilir düzgün, x bölünsün 4 kəsilirsə düzgün olmayan kəsir olar. Deməli nə olacaq? 6, 5, 4. X'in hansı natural qiymətlərində deyirsən? Nə olacaq cavabımız? 4, 5, 6. Sayını soruşmur. Eləcə deyir hansı qiymətlərində? 4, 5, 6. Aydındır? 23. Kəsişməsi nədir A ilə B-nin? 2, 3, 5. Bir də 8 var. Deməli,
2, 3, 5, 8. Deməli, n A ilə B-nin kəsməsinin sayı nə qədərdir? 4. Düsturumuz açıq olarsa 2 üstü 4, 2 üstü 4-də eləcək 16, cavabımız olacaq 16. 24. 24. Ya düsturla yazardı, ya da eylül. En yaxşı asandı nədir? Eylül Venn diaqramından. Bu adı bu B'dir. A'nın B'dən fərqi 12. A ilə B kəsişməsi 4. 12 üstə 4 gəlsən. 16 üstə nə gəlsəm 18 edir? 2. Bizdən B'ni soruşur. B'ni soruşur. Nə olacaq? 6. Aydındır. Amma B'nin adan fərqini soruşsaydı 2 olacaq. A'nı soruşsaydı eləcə 16 olacaq. Sonra 8, 28 parçasında 18 ədədilə qarşılıqlı sadə ədəd. 9-dan 18 qarşılıqlıdırmı? Xeyr, 9-a bölünür. Nə 3-ə bölünür. 10-la 11, 12 ilə 18, xeyr, 13-dən. Adı 18. 13, 14 olmur, 15 olmur, 3-ə bölünür, 16 olmur, 17, 19, 21 olmur, 22 olmur, 23, 24 olmur, 25, 26 olmur, 27. Cəmi neçə edir? 13 üstü 17, 30, 11 üstü 9. Hə, 27 olur. I am sorry. 27 ilə 28 götürmüşəm. Aha. Sonra 30, bu da 30. Bu ikisi nə edir? 60, üstə gəl 48. 108 verir. Cavabımız oldu 108. Sonra gəldik ulduzlu suallara. Deməli uşaqlar, deyək ki, sənin 100 manat pulun var. 2də birinə xana verdim. Nə qədər? 50. 5də birini nənənə verdim. Burada 40 qaldı. Hardan 20 qaldı? 100 idi. 2də birini verdin 50. 50-dən təzdən 5də birini verirsən. Onu verirsən nə qalır? 40. Hər dəfə qalır. İndi Arazın nə qədər qələmi var? Araz. X qədər dəftəri var. O dəftərin 4də biri gündüzə verdi. Gündüzə verdi. Deməli, gündüzə versə 4də 1 X gündüzün oldusa yenə Arazın qaldı nə qədər? X-dən çıxıram nə? Deməli, Arazın qalıb 4də 3 X-i. Təzdən 4də 3-ün 3də 1-ini kimə verdi? İlqara. 4də 3-ün 3də 1-i nə qədər edir? 4də 1 X-ini İlqara versə, Arazın nə qədər qaldı? 4də 3-dən çıxacam nəyi? 4də 1 X çıxanda Arazın qalanı eləyəcək. Bu da eləyəcək 4də 2 X, bu da bərabər 2də 1 X. Nə qədər qalıbdır? 2də 1 X bərabərdir. 18 X ilə bərabərdir. 36. Aydındırmı? Ya belə tapardın 36, ya da uşaqlar bax 3də 1-ni Elnura verdirsən. Mən indi İlqar yazdım da Elnur. Elnur. Aha. 3də 1-ni verirsən nə qaldı? 3də 2-si. 3də 2-si 18 olan ədəd neçədir? 18-i böləcəm 3də 2-yə. Bu da eləyəcək 18 vurulsun 2də 3-ə. 27, düzdür? Təzdən də 4də 1-ni verirsən 4də 3-ü. 27 olan ədədlədir. 27-yi böləcəm 4də 3-ə. Bu da olacaq 27 vurulsun 3də 4-ə. 9 dəfə 4, 36. Aydındır? Sonra 27-ci sual. 27-ci sual. Nədir 27-ci? Qabın, bu qabdır. 7-də 3-ü suyla doludur. Nə qədəri boşdur? 7-də 4-ü boşdur. Deyir, əgər qaba 25 litr su əlavə edəsən, doluya əlavə edəsən, boşdan 25 çıxacam da. Başa düşdünüz? Dolun üstə gəlsənsə, boş yerdə boşalacaq da. İndi deyir ki, bu 7-də 4 2 çıxılsın 25-i 2-yə vursam, bərabər olacaq nəyə? Dolmuş hissiyə. Aydındır mı? Bu da bax, məsələdə deyir. Daha sonra doldurulmuş hissə, doldurulmamış hissədən 2 dəfə çoxdur. Bu, bundan
Bu bundan 2 dəfə çoxsa, deməli buranı 2-yə vuracağam ki, bərabər azı 2-yə vurmalıyam ki, mənim 30 yaşım var, sənin 15 yaşın var. Sənin yaşını 2-yə vurmalıyam ki, mənim yaşıma bərabər olsun. Deməli burada vurub açsam 7-də 8 2 çıxılsın 50 bərabərdir. 7-də 3 2 üstə gəlir 25. Bunu özə keçirsəm 7-də 8 2 çıxılsın 7-də 3 2 bərabərdir 25 üstə gəlir 50. 7-də 5x bərabərdir 75. X də bərabərdir 75 vurulsun tərsinə yazıram 5-də 7. Bunlar gedir 15. X də bərabərdir 105. Deməli cavabımız olacaq nə? 105. Sağ olun. Növbəti imtahanlarda görüşənədək.